Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. Bu video qeyri-adi bir video olacaq və sizi əmin edə bilərəm ki, bəlkə də Azərbaycanda YouTube platformasında belə bir formatda video ilə qarşılaşmamısınız. Fərqli format olacaq. Nəyə görə? Çünki bu videoda fərqli biliklərin toplumu sizə sunulacaq və siz həqiqəti başqa formalarda, başqa təzahürlərdə görüb, eşidib, qavrayıb, mənimsəyə biləcəksiniz. Hansı sizə maraqlı gəlsə, gəlməsə, yenə də hər birisi ilə maraqlanıb, nəyin sizə uyğun olduğunu aşkarlayıb, eləcə həqiqəti mənimsəyə bilərsiniz. Onu da yadınızda saxlayın ki, sizə verilən indiki mətnlər, parçalar müqəddəs dini kitablardan götürülüb. Heç bir din, heç bir müqəddəs kitab digər müqəddəs kitabdan artıq deyil. Heç bir din digər dindən artıq deyil. Necə ki, heç bir insan digər insandan ola bilər dünya səhnəsində kimsə kimdənsə artıqdır. Vizual obraz olaraq kimsə kimdənsə artıqdır, amma daxilən heç kəsdən artıq deyil. Eləcə də dinlər heç birisi artıq deyil və əhəmiyyətinə, önəmliliyinə görə də heç birisi digərindən artıq deyil. Amma fərqlənir. Necə ki, yer planeti fərqlidir. Birində var, məsələn, altda Madaqaskardır, yuxarıda Yakutiyadır. Bir-birinə fərqli şeylərdir. Yakutiyada canavar gəzir, Madaqaskarda başqa bir canlıdır. Madaqaskarda müxtəlif növ cənnət quşları yaşayır. Anladınızmı mən nə demək istəyirəm? Və əsas olan odur ki, bu mətn parçalarında deyilən sözlərə yapışmayasınız. Onların nəyə işarə etdiyini, nəyin nişanəsi olduğunu qavrayasınız və eləcə praktika edəsiniz və praktikanı qavraya biləsiniz. İlk öncə demək istəyirəm ki, bu videoya şərh yazmağı unutmayın, like qoymağı unutmayın, bir də ki, kanala abunə olmağı unutmayın. İndi isə biz başlaya bilərik. Birincisi mən belə seçdim. Gəlin biz sizinlə Tövrat kitabından başlayaq. Bildiyiniz kimi Tövrat Yahudilərin müqəddəs kitabıdır. Yahudilər nə zamansa həm Babilistanın, həm Assuriyanın əsirliyində olublar. Sonra onları Fars imperiyasının kralı 2. Kir əsarətdən xilas elədi. Ona görə də onun adı Tövratda keçir. Görürsünüz, Farslar Yahudiləri azad elədi, amma indi Yahudilər Farslara nifrət edir. Tarix bax belə döngə vurur, dəyişir hər şey və yenidən çarx öz yerinə gəlib çıxır. Deməli, Tövrat Çıxış 3:14. Yadınızda saxlamaq istəyirsinizsə və yaxud da ki, qeyd eləmək istəyirsinizsə qeyd eləyə bilərsiniz. Tövrat Çıxış 3:14. Bu, mənim tərəfimdən seçilmiş parçacıqlardır və bu parçacıqlar mənə görə ən dərin həqiqəti özündə əks etdirir. Yəni, dünyavi, mənim cılız saydığım, ötüb keçən maddi aləmə aid olan bir həqiqət deyil. Üst şura, təhtər şura və yaxud da ki, belə desək, ali həqiqətə aid olan bir həqiqətdir. Musa həmin o yanan var, mənzərə, o yanır o. Onu görür və ondan soruşur. Allah da onunla danışır da və o əsas məsələ buradadır. Nə yanır, yanmır, onun fərqi yoxdur. Əsas məsələ bundadır. Musa Allahdan soruşur. Sən nəsən? Allah da ona cavab verir. İvritcə bu belə səslənir. Ehyeh aşer ehyeh. Ehyeh aşer ehyeh. Yəni, mən oyam ki mənəm. Ged İsrail oğullarına denən ki, mən varam. Nə deməkdir bu? Mən oyam ki mənəm. I am. Mən nəyəmsə oyam. Mən oyam ki mənəm. Nə deməkdir? Dərin bir həqiqəti vardırır, öz içinə sığdırır məhz bu söz birləşmələri. Yəni deyir ki, mən nəyəmsə oyam.
Başa düşdünüz? Bunun dərin anlamını anlamaq üçün siz ən azı bu cümlənin, bu söz birləşməsini yazmalısınız və dəfələrlə təkrarlamalısınız. Mən nəyəmsə oyam. Yavaş-yavaş bu söz birləşməsi öz dərin anlamını sizin şuurunuz üçün açacaq. 40 qapı var nağıllarda. Bu şuurun həqiqəti qavraması deməkdir. Simvolik olaraq 40 qapı, 40 quldur, nə bilim, simsimaçıl və s. Subliminal və yaxud da ki, gizli mesajlar var nağıllarda. Bu da onlardan biridir. Bu kod sözdür. Kod söz. Mən oyam ki, mənəm. Mən nəyəmsə oyam, mən varam. Advaita fəlsəfəsində bu mən varam əsas sözlərdir. Məsələn, Nisargadatta Maharac fəlsəfəsində, o da yeni Advaitaya aid idi, 20-ci əsrdə yaşayırdı. Onun əsas fəlsəfəsində mən varam sözləri əsas idi. O deyirdi ki, öz içinə get və mən varam duyğusunu öz içində aşkarla. Bu mən varam duyğusundan başqa heç bir şey sənə aid deyil. Sən bax, bu mən varam duyğususan. Mən oyam ki, mənəm. Yəni ki, bu sizin içinizdə olan həqiqətə aiddir. Başa düşürsünüz? Musa Peyğəmbər burada xarici olan bir şeylə əlaqəyə girməmişdi. O öz içini aşkarladı. Onun aşkar elədiyi Allah elə onun içində idi. O da ondan soruşdu ki, sən nəsən? Nəsən sən? Kimsən sən? Dedim, mən nəyəmsə oyam, mən oyam ki oyam. Yəni, mən buyam. Başa düşürsünüz? Mən özüməm və özümdən artıq bir şey, özümdən fərqli bir şey ola bilmərəm. Mən nəyəmsə oyam. Dəfələrlə bunu təkrarlayıb, bunun dərin mənasını özünüz üçün qeyd elədim. Bayaq aşkarlaya bilərsiniz. İkinci nəyə toxunmaq istəyirdim? Mənə görə bu İncildir. İncil Yəhya bölməsi, təkrarlayıram, İncil Yəhya bölməsi 1-1-5. 1/1-5. Yəhya bölməsi 1/1-5. Belə başlayır İncil Yəhyadan. Əvvəldə söz var idi. Söz Allahda idi və söz Allah idi. Həyat onun içində idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu qəbul etmədi. Əvvəldə söz var idi, söz Allahda idi və söz Allah idi. Nə deməkdir bu? Yəni, qədim mistik bilikləri, İsa Peyğəmbərin yeseylər deyilən bir cərəyan var idi. İsrailin yanında, orada onlardan təhsil alırdı o. Bunları bilməyən, yəni mistik biliklərə sahib olmayan insan bu sözlərin nə anlam daşıdığını bilməyəcək. Aça bilər öz üçün, yəni təkrar bu sözləri oxusaz, bunların nə demək istədiyini sizin şuurunuz sizə yavaş-yavaş o 40 qapını açdığı kimi açacaq. Əvvəldə söz var idi, söz Allahda idi və söz Allah idi. Allah Adəm Peyğəmbərə nə dedi? Dedi ki, bütün bu canlıları görürsən, onlara ad ver, düzdür? Adəm Peyğəmbər o canlılara ad verməyənə qədər onlar mövcud deyildi. Başa düşürsünüz? İlk mələklər qədim biliklər deyil ki, ilk mələklər necə yaradırdı? Sözlə. Məsələn, görürsünüz, Quranda da yazılıb ki, Allah ol dedi, oldu. Düzdür? Bu necə ol dedi? Sözlə. Yəni, söz, belə deyək də sizə, matriça necə yaranır? Sadə dillə başa salacağım, kodlarla, düzdür? Eləcə də Allah, bax, bu reallığı istifadə elədiyi kodla yaratdı. Yəni, bu həmin qədim dünya üçün yaranma üsulunu qavrama metodudur. Yaranma üsulunu qavrama metodudur. İndi mən sizə kod və matriçadan danışanda siz rahat başa düşürsünüz bunu. O dövrdəki insanlar üçün isə bu çətin anlaşılası bir şey olacaq deyə sözdən istifadə edilir. Əslində söz matriçanın kodundan daha yaranıqlı, daha
əlverişli və daha uyğun, yaradıcılığa uyğun olan bir şeydir. Allah əvvəldə söz var idi. Yəni söz Allahla idi, söz Allah idi, söz Allahla idi, söz Allah idi. Əvvəldə söz var idi. Həyat onun içində idi. Bax bu sözü idi. Allah bunun içində idi. Və bu həyat insanların nuru idi. Nur, bax bu nur, qaranlıqda parlayır, işıq saçır. Qaranlıq isə onu qəbul etmədi. Başa düşürsünüz? Yəni Carl Gustav Jung'un şuursuzluqdan şuurun yaranması, kollektiv şuursuzluqdan fərdi şuurun yaranması kimi, yaxud da ki qaranlıqdan işığın çıxması kimi demək olar. Yəni Suhraverdi'nin fəlsəfəsindən də Allahın ən ali işıq və bu maddi dünyanın isə ən cılız işığın vibrasiyaları fəlsəfəsindən istifadə edib bunu beləcə biraz sabit şəkildə mənimsəmək olar. Əsas olan isə bu sözləri, yenə deyirəm, bax bu Tövratdakı sözlər kimi təkrarlayıb elə anlamaq olar. Əvvəldə söz var idi, söz Allah idi və söz Allahda idi. Söz Allahda idi və söz Allah idi. Həyat onun içində idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu qəbul etmədi. Bu harda baş verir? Bax bu proses sizin içinizdə. Necə ki Musa Peyğəmbər Allahdan soruşdu ki, sən nəsən? O da dedi, mən oyam ki mənəm. Mən nəyimsə oyam. Bu harda baş verdi? Musa Peyğəmbərin içində. Məhz bu da sizin içinizdə baş verir. Yəni sözlə yaradılır. Vibrasiya ilə. Kiçicik vibrasiya yaranır və yaradıcılıq elə başlayır. Məsələn, müəyyən kvantum fizika və yaxud da ki, fizika öyrətmənlərindən soruşmaq olar. Məsələn, Carl Sagan'dır, Max Tegmark'dır. Bunlar da multikainat, paralel kainatlardan, nə bilim, vibrasiya vasitəsilə yaranma metodlarından danışırlar. Amma əsas olan odur ki, bu sözlərin sirri sizin içinizdədir və siz bunları təkrarlamaqla öz içinizdə olan sirri aşkarlayacaqsınız. Bu sözlərin anlamı burada deyil, heç cür onu burada axtarmağa çalışmayın. Buradakı bilik adamlarına gedib soruşmayın, bu nə deməkdir? Bu sözləri təkrarlayaraq öz içinizdəki həqiqəti aşkarlamaya çalışın. Əvvəldə söz var idi, söz Allahda idi, Allaha məxsus idi, onun yanındaydı və söz Allah idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu qəbul etmədi. Və üçüncüyə müraciət eləyərdim. Məsələn, burada Qurana müraciət eləmək istədim. Mənə görə Quranın ən gözəl ayələrindən, dərin anlam daşıyan, mistik anlam daşıyan ayələrindən biridir Nur surəsi. 24-cü surə 35-ci ayə. Oxuyuram, diqqətlə qulaq asın. Allah göylərin və yerin nurudur. Onun nurunun misalı bir nişdəki çırağa bənzəyir. Çıraq şüşə içindədir. Şüşə sanki bir parlaq ulduz kimidir. O çıraq zeytun ağacı yağı ilə yandırılır ki, o nə şərqdədir, nə də qərbdə. Onun yağına o dəyməsə belə az qala özü işıq saçır. O nur üstə nurdur. İndi burada anlaşılan odur ki, Allah hər şeyin yaradıcısıdır. Göylərin və yerin yaradıcısı. Bu söz birləşməsi bilirsiniz nə deməkdir? Hər şeyin yaradıcısı deməkdir. Yəni, qədim 6-cı əsrdə yaşayan insanlar kosmos sözünü bilmirdilər. Bilsəydilər, deyərdilər ki, Allah kosmosun, kainatın yaradıcısıdır. Kainat sözü də yox idi. Ancaq göylər var idi və yer var idi. Başa düşürsünüz? Yəni, orta əsrdə yaşayan insan üçün kainat təkcə bu idi. Bax, gördüyü oradakı ay, ulduz və s. Başqa heç nə yox idi. Yoxsa deyərlər ki, Allah hər şeyin yaradıcısıdır. Allah göylərin və yerin nurudur. Çünki o nurdur, işıq. İşıq olmasa bu görünməyəcək. İşıq olmasa bu təzahür etməyəcək. İşıq olmasa bu var olmayacaq. Var olduğunu bilməyəcək. Var olduğunun fərqinə belə vara bilməyəcək.
o çırağa bənzəyir. Çıraq şüşə içindədir. Şüşə sanki bir parlaq ulduz kimidir. İndi burada təsvir edilir. Siz də bunu oxuya-oxuya, bu sözləri oxuya-oxuya təsvir etməyə, təsəvvür etməyə çalışmalısınız. Yəni deyir ki, onu yandıran bax bu zeytun ağacının yağı nə şərdədir, nə qərbdə. Bu işıq yaranmayıb. 112-ci İxlas surəsi. O doğmayıb, yaranmayıb. Yəni Allah Taala dünyaya belə gəlməyib. O özünü belə yaratmayıb. O dəyişilməzdir. O əbədiyyən var və mövcuddur. Yəni onun üçün yaranmağa belə ehtiyac yoxdur. Bu sadəcə o elə bir təsəvvür edin ki, siz işığınızı saçırsınız. İşığınızı saçırsınız və hər şey görünür. Amma bu görünülən var olmuş kimi görünmür. Quranda deyilir ki, var olmuş kimi görünür. Amma elə deyil. Quranda deyilir ki, bu dünya əyləncədir. Yəni burada olan heç bir şeye ciddi yanaşma olmaz. Bura əyləncə məkanıdır. Əyləncə. Hər bir şey əyləncədir. Sözlərin dərin mənasını sezməyə çalışın. Onu oxuyub məhz belə yazılır. Hə, dünya əyləncədir. Bu söz yazılıb. Buna diqqət yetirməyin yerinə onun dərin mənasını bilməyə çalışın. Adətən insanlar Quranı oxuyanda sadəcə qanunlara fikir verirlər. Yəni dünya əyləncədir sözünü belə düzgün formatda anlamırlar və məsələn bu dindar insanlar var, müəllimlər, hacılar və s. insanlar, onlar adamlara nəysə başa salır. Onlar Allahı maddi aləmlə maraqlanan birisi kimi göstərməyə çalışır. Halbuki Quranda belə neçə dəfələrlə deyilir ki, sizin namaz qılmağınız yaxud da ki, yaxşı işlər görməyiniz Allaha lazım deyil belə. Siz bunu özünüz üçün eləyirsiniz, onun üçün eləmirsiniz. Təmizlənmək üçün eləyirsiniz. Amma o cahillər bunu demirlər. Çünki biznesdir, bu da biznesdə getməlidir. Kitablar satılmalıdır, ümid olmalıdır. Sosial institutlar saxtakar olsa da bərpa edilməlidir və hər şey tənzimlənməlidir. Yalanla olsa belə, yenə də. Yəni ümid edirəm ki, 24-cü surə 35-ci ayəni dəfələrlə oxuyub, yenə qeyd elədim, dəfələrlə oxuyub onun dərin anlamını ortaya çıxarda bilərsiniz. Üçüncü keçmək istəyirəm mən Dao'ya. Dao, Lao Tzu, qoca uşaq deməkdir. Lao Tzu yaratdığı bir dinli sərhəd məntəqəsində yazdığı kitab Dao De Jing ondan götürülüb. İndi bizdə bir axmaq filosof var, məsələn, Müşfiq Ötkün, onun kitabları var, Konfutsi və şey haqqında. Elə belə tanış olmaq üçün, onun fikirləri ilə yox, mətnlə tanış olmaq üçün o kitabları oxuya bilərsiniz. Dao əslində hər şeyin yolu deməkdir. Dao hər şey deməkdir, hər şey. Yəni bir növ Allah deməkdir, hər şey. Və bu hər şeyin öz yolu var. Hər şey çevrilmələrdədir, boşluqdan və çevrilmələrdən ibarətdir. Baxın, sözlə ifadə olunan Dao əbədi Dao deyil. Yəni yazılan həqiqət əbədi bir şey deyil. Yazılan, mətinləşən, fikrə çevrilən, düşüncəyə çevrilən, konsepsiyaya çevrilən, formalaşan bir şey əbədi deyil. Bizim yazdığımız kitablar filan bunlar əbədi həqiqətləri öz içində bulundurmur. Hər şey dəyişilir və dəyişilib də çoxdandan dəyişilib. Yəni siz bir şey Heraklit deyir, bir çayın içinə 2 dəfə girə bilməzsiniz. Bir həqiqəti yazınız, bu əbədi həqiqət deyil. Min illərdir insanlar deyir, bu əbədi həqiqətdir. Əbədi həqiqət deyilən bir şey yoxdur. Var, amma o kitabda deyil. Sözlərdə deyil. Onu burada belə tutmaq olmur. Onu siz öz içinizdə aşkarlaya bilərsiniz və bu sözlər də işarədir, mən qeyd elədim ki, siz öz içinizdə o həqiqəti tapasınız. Adla çağırıla bilən əbədi ad deyil. Düzdür, elədir. Yəni, nəyin adı varsa o əbədi ola bilməz. Hər şey çay kimidir, axır ona görə Dao'nun simvolu çaydır. İnyan, kişi, qadın, gecə, gündüz. Adla çağırıla bilən ad əbədi deyil. Çünki nəyin adı varsa o əbədi ola bilməz. Başa düşürsünüz? Siz bu bədəndə min illərdir yaşasaz belə, siz belə deyil də əbədi ola bilməyəcəksiniz.
Çünki əbədi olanın adı yoxdur. Adsız olan göyün və yerin başlanğıcıdır. Dərk edirsinizmi? Yəni onun nə forması var, nə şey var, nə adı var. Biz onu heç cür adlandıra bilmərik. Biz onu necəsə adlandırsaq, biz onu formaya, konsepsiyaya, düşüncəyə salırıq. Və onun haqqında bir şey də bilmirik. Adsız olan göyün və yerin başlanğıcıdır. Adlı olan bütün varlıqların anasıdır. Yəni, biz nəyə ad veririksə, nəyi adlandırırıqsa, o əşyanın elə bil bu ad o əşyanın anasına çevrilir. Təsəvvür edirsiniz? O ad bu əşyanın anasına çevrilir. Məsələn, kitab. Bu nədir? Kitab. K-İ-T-A-B hərflərdir. Sayıdır. Kağızdır. Üstündə hərflərdir, sayı. Görürsünüz? Amma birdən-birə biz şuursuzluğumuzda, qaranlığımızda bunların birdən-birə birləşdirdik, kitab sözünü ortaya çıxartdıq və bu ad, bu bütövləşən bir şey, şuursuzluğun şuursal formada elə bir çərçivələşdirilməsi və formaya düşməsi adlı olan bütün varlıqların anasıdır deməkdir. Adlı olan bütün varlıqların anasıdır. İndi isə Dao De Jing'dən orada bir hekayə də var. Çuansi bir gün yatır, sonra durur və təəccüblənir. Tələbələri bundan soruşur ki, müəllim, niyə təəccüblənirsiniz? O da Daosistdir. O da deyir ki, mən yuxumda gördüm ki, mən kəpənəyəm və uçuram. İndi oyandım və düşünürəm ki, bəlkə o kəpənək məni yuxuda görür və insan olduğumu düşünür. Ola bilər mən insan deyiləm. Mən özünü insan kimi görən kəpənəyəm. O kəpənək isə mənəm. Sadəcə yuxudayam. Bu iki fərqli varlıqdırmı? İki fərqli yuxudurmu? Yoxsa biz eyniyimi? Başa düşürsünüz? Unio mistika. Mistikadır bu. Nə baş verir? Bilmirik nədir də bu, nədir? Nəyin baş verdiyini belə anlamırıq. Dao əbədi çevrilmələr deməkdir. Yəni, bugün mən, tutaq ki, mən deyilən bir şey insanamsa, bu dörd ünsür də dəyişiləcək. Mən də ya ağaca çevriləcəm, yaxud da ki, bir Dao müdrikünün dediyi kimi. O demir ki, mən cənnətə gedəcəm, azad olacağım. O deyir ki, ola bilər mən bir siçanın ciyərinə çevrildim. Təsəvvür edirsiniz. Deyir, ola bilər mən bir siçanın ciyərinə çevrildim. Çünki çevrilmələr əbədidir. Əbədi çevrilmələr olmasa, əbədi formalaşma olmayacaq. Amma bu çevrilmələrin özü də boşdur. Biz sizlə daha dərin həqiqətlərin içinə varmağa çalışırıq. Dördüncü müzakirə etmək istədiyim dini kitab, müqəddəs kitab Bhagavad Gita'dır. Orada Krishna formalaşmış tanrı Arjuna adlı bir döyüşçü ilə, ox atanla söhbətləşir və beləcə bir qulluqçu bunlara qulaq asır, hər şeyi yadda saxlayır və beləcə Bhagavad Gita kitabı yaranır. Orada karma yoga, nə bilim, kriya yoga və s. hatha yoga, bu yoga formalarından danışılır. Siz özünüz istəsəz bu haqda məlumatı da əldə edə bilərsiniz. Bhagavad Gita'nı oxumaq da tövsiyə edirəm, çünki gözəl bir kitabdır. Arjuna deyir ki, döyüş meydançasındadırlar. Deyir ki, axı mən bu Krishna, axı mən bu insanları necə öyrənəcəm, öldürəcəm. Drona mənim müəllimim olub, bunlar mənim dayılarımdır, onlar mənim əmilərimdir. Bunlar mənim düşmənlərim deyil, axı mən çıxıb getmək istəyirəm, mən bunları niyə öldürməliyim? Krishna da öz tanrısal variantını ona göstərir və ona başa salır ki, bax, bu insanlar artıq ölüblər. Həyat yuxudur, həyat illüziyadır. Bu insanlar artıq ölüblər, bu insanlar yaşamırlar. Sən onları öldürməklə onları azad edirsən, onların karmalarını təmizləyirsən, onlar öləndən sonra artıq ölüblər, sənə təşəkkür eləyəcəklər. Biz öz cılız məntiqimizlə bunu heç cür anlaya bilmirik. Biz düşünürük ki, Allah gözəl bir şeydir. Xeyr. Necə ki,
Dünyanın yeraltı tərəfi varsa, qaranlıq tərəfi varsa, Allah da elədi. İnsanları qırdırır, öldürür, balansировка gedir. Schopenhauer'in dediği kimi həyat iradəsi, kör-körənə dəhşətli iradə hər şeyi zəbt eləməyə çalışır, məhv eləməyə çalışır. Ona görə insanlar da maariflənməyəcək. Çünki kör-körənə həyat iradəsi hər şeyi məhv eləyir və məhv eləməyə doğru gedir. Determinizm var, kvant fluktuasiyaları prosesi baş verir burada. Biz təbiətin məhsullarıyıq. Təbiət də bizi necə istəyir, bizimlə oynayır. Bizim qocalar məsələn özlərini ağsaqqal hesab edir, amma bildiyiniz kimi Ömər Xəyyam deyir ki, mən bilirəm, heç nə bilmirəm. Sakrat da deyirdi, mən bilirəm, heç nə bilmirəm. Bu müdriklər belə deyir, biz isə düşünürük ki, biz Allahın adından danışa bilərik. Məsələn, o filosofdur, o xanımdır, danışır ki, Allah Taala dedi ki, belə eləmək lazımdır, kişiyə hörmət qoy, belə elə, Allah belə elədi. Allah dediyi onu bildik. Amma sən kimsən ki, qayıdıb Allahın adından danışırmış kimi həqiqətləri yaymağa çalışırsan? Sən kimsən? Sən heç özünü tanımırsan belə. Kim olduğunu bilmirsən, sadəcə populyarlaşmışsınız. Famous insanlara çevrilmişsiniz və öz gic yalancı həqiqətlərinizi yayırsınız. Heç bilmirsiniz bu insanlara necə təsir etdiyi, nə qazandı insan. Bunun fərqinə belə varmırsınız. İnsanların çoxusu mənim burada nə etdiyimin fərqinə belə varmırlar ki, mən nəyi deyirəm. Mən sizi hər zaman bura yönəldirəm. Bu da Bhagavad Gita'dır. Yəni, oxumaq istəyən o karma yoga haqqında, ən əsası da karma yoga haqqında yazılan o tərəfi mətni oxumaq mütləq lazımdır. Beşincisi, Tibet Budizmi Dzogchen adlandırılan bir şeydir. Yəni, mənim artıq sevimli yerlərimə gəlib çıxmışıq. Çox xoşladığım yerdir. Zen Budizm əladır. Amma Hasidizm də, Sufizm də əladır. Amma mən əsas bura gəlib çıxmışam. Çünki böyüyə, yəni şuur baxımından, dərk etmə baxımından böyüyə gəldim, bura çıxdım və başa düşdüm ki, ən ali həqiqətlər buradadır. Dzogpa Çekpa deməkdir. Böyük kamillik. İndi baxın. Bu 14-cü əsrdə yaşamış Longchen Rabdjam. Longchen Rabdjam adlı bir insanın, Tibet müdrikünün kitabındandır. Kitabın adı belədir. Təbiətin təbii halının qiymətli xəzinəsi. Təbii ki, bizim dildə yoxdur bu kitab. Mən özüm bu mətnləri belə tərcümə edib sizin üçün hazırlamışam. Təbiətin təbii halının qiymətli xəzinəsi. Nə deməkdir bu? İndi biz oxuyub başa düşəcəyik nə deməkdir. Təbiətin təbii halının qiymətli xəzinəsi. Bizlər ancaq Azərbaycan dilində, mənə desəydilər ki, bax, hansı kitabları tərcümə eləmək olar, mən başa salardım. Amma insanlar görmürlər, eləmirlər. Çünki həqiqət lazım deyil. Ancaq məşhurluq, biznes, pul qazanmaq, bunlar lazımdır. Oxuyuram, diqqətlə qulaq asın. Diqqətlə, həqiqəti bilmək istəyənlər diqqətlə qulaq assınlar və məntiqlərini işə salsınlar. Şeylərin mövcud olmayan təbiəti ondadır ki, onlar öz mahiyyətlərində boşdular. Mən hər dəfə sizə təkrar edirəm ki, bütün şeylər, bütün nəsnələr öz mahiyyətlərində boşdular, boşluqdadılar, boşdular. İçinə baxırsan, bir sözü götürdün, analiz elədin o sözü. Gördün ki, söz sözdən çıxır, söz sözə bağlıdır, söz sözdən bağlıdır, söz sözə bağlıdır. Hamısını bir belə açdın, gördün ki, boşluqdur. Məsələn, bu nədir? Əl. Əl nədir? Belə analiz edirsən. Əvvəl-axır atomlara çıxırsan, nə bilim, hərflərə filan şeylərə çıxırsan, parçalayırsan da bu sözü belə parçalayırsan, görsən içində boşluqdur. Yəni, bu əl deyil, bu boşluqdur. Mənə elə gəlir ki, bu əldir. Sorğuluyursunuz, analiz edirsiniz və başa düşürsünüz ki, bu əl deyil, bu boşluqdur. Boşluq, sözdən söz birləşmələridir. İllüziyadılar, konsepsiyalar, boşluqdan boşluq yarana biz bunu belə hala gətirib çıxarmışıq. Ona görə də bizə deyir ki,
şeylərin mövcud olmayan təbiəti ondadır ki, onlar öz mahiyyətlərində boşdular. Təbiətləri mövcud deyil ha. Göyə bənzər oyanmış zehnin uca sahəsində nə ortaya çıxırsa, bunların hamısı müstəqil təbiətdən məhrumdur. Yəni, nə varsa, nə düşüncə, nə fikir varsa, heç birisi müstəqil təbiətə sahib deyil. Heç biri, hamısı müstəqil təbiətdən məhrumdur. Heç bir düşüncənin, heç bir fikrin, heç bir konsepsiyanın, heç bir baxış bucağının müstəqil təbiəti yoxdur. Onlar özü-özünə mövcud deyil, müstəqil şəkildə mövcud deyillər bunlar. Bunlar boşdur. Gəldi, getdi, gəldi, getdi. Boş olmasaydı sizin fikirləriniz, düşüncələriniz, onlar yoxa çıxardı mı? Hə? Yox. Onlar yoxa çıxır. Və bütün heç bir düşüncə, fikir sizə aid deyil. Siz onları götürmüsünüz. Mənimsəmisiniz, özünüz hesab etmişsiniz. O sözlərdən, düşüncələrdən, konsepsiyalardan şəxsiyyətinizi yaratmışsınız və onu insanlara sübut eləməklə, mübarizə aparmaqla, göy altında bir vəzifəyə, pula, şöhrətə, sevgiyə, insana sahib olmaqla sübut eləməyə çalışırsınız hər kəs. Bu elə deyil. Biz nəyi bastırırıqsa qazanırıq, onu şey edirik. Məsələn, qoca insanlar indi reputasiya qazanmağa çalışır. Nəyə görə edirsiniz bunu? Çünki qazanmamışsınız, ona görə indi qazanmağa çalışırsınız. Bu cahillikdir. Müstəqil təbiətdən məhrumdular bunlar hamısı. Bunu yadınızda saxlayın. 4 ünsür və dünyanın içindəki varlıqlar nə qədər dəyişkən şəkildə təzahür etsə də, açıq ilkin səmavi qoynunda bu boş formalarda müstəqil təbiət yoxdur. Yəni bunların heç birisinin müstəqil təbiəti yoxdur. 4 ünsürdən yaranan, bu dünyavi şəkildə təzahür etmiş sonsuz varlıqlar, əşyalar, predmetlər, hər bir şeyin müstəqil təbiəti yoxdur. Bunu necə qavramaq olar? Öz içinə getməklə, sorğulamaqla, sözlərin mahiyyətini anlamağa çalışmaqla, sözlərin o biri sözlərdən ibarət olduğunu və bu sözlərin də boşluqdan əmələ gəldiyini, kiminsə tərəfindən uydurulduğunu, uydurma olduğunu qavramaqla. Başa düşdünüz? Özündən var olan oyanış yeganə müəyyən edici təcrübədir. Yəni, oyanmaq artıq sizə məxsus olan bir şeydir. Bu özündən var olan uyanışda, başqa yerdən gəlmir. Siz başqa yerdə oyanmırsınız. Kimsə sizi oyada bilmir. Oyanma sizin içinizdə baş verir. Yeganə müəyyən edici təcrübədir. Yəni, içinizdə baş verən oyanış sizin yeganə müəyyən edici təcrübənizdir. Sizin oyandığınızı müəyyən edən təcrübədir. Heç kəs sizə gəlib deyə bilməz ki, sən oyanmısan ya oyanmamısan. Siz səmimi olsanız özünüz bunu anlaya bilərsiniz. Başsız və sonsuz məkan içində hər şey tam kamillikdədir və bütün düşüncə quruluşları sakitləşmişdir. Yəni, məkanın, qızıl məkan, nə əvvəli var, nə sonu var. Kainatın nə əvvəli var, nə sonu var. Onun içində hər şey kamillikdədir və bütün düşüncə quruluşları sakitləşmişdir. Bu da meditativ praktika ilə əldə edilən bir şeydir ki, düşüncə quruluşları sakitləşir. Əmələ gəlir, yoxa çıxır, amma bu sizi heç cürə narahat eləmir. Sizə toxunmur belə. Bu düşüncələr sizə aid deyil belə. Sizə aid deyil. Sadəcə siz düşünürsünüz ki, siz düşünə bilmirsiniz belə. Bir düşüncə yaranır və bu düşüncə digər düşüncələri mənimsəyir. Diqqət edin. Digər düşüncələri, fikirləri mənimsəyən düşüncə belə siz deyilsiniz, sizə aid deyil. Bunu yazın kağıza, yanınızda saxlayın. O belə sizə aid deyil, siz deyilsiniz. Bütün təzahürlər hər şeyin qəlbində, varlığın təbiətində qərarlaşıb. Beləliklə, xarici obyektlər və daxili şuur
Sansara və nirvana hadisələri xüsusi dolaşıqlıqlardan və kobud incə fərqlərdən azaddır. Onlar ilkin boşluq kimi, səmaya bənzər məkan kimi dərk olunur. Yəni, siz meditativ praktik etməklə, özünüzü dərk etməklə, ağlınızın necə işlədiyini qavramaqla, bax, bunun əsas praktika bax bu da, bunun necə işlədiyini, ağlın, iblisani ağlın necə destruktiv, diskursiv ağlın necə işlədiyini, bunun necə özünü təzahür etdiyini qavramaq da əsas praktika. Başa düşürsünüz? O biri praktikalar da lazımdır, amma bu ən əsasıdır. Onlar ilkin boşluq kimi, səmaya bənzər məkan kimi dərk olunur. Yəni, siz bütün bu sansaranı və nirvananı boşluq kimi dərk edirsiniz və ona görə də azad olursunuz bundan. Çünki o boşluqdur. Yapışmaq belə olmur ona. Nəyə yapışdınız? Fikri tuta bilirsiniz? Yox. Bu təzahür edən sansara və nirvanadan əmələ gələn hadisələri, xarici obyektləri belə tuta bilmirsiniz. Öləcəksiniz də, heç nəyə bağlana bilməyəcəksiniz. Burada heç nə sizə aid deyil. Ölüm bizə bizim çarəsizliyimizi müəllim kimi başa salacaq bizə. Ki, sən burada heç kimsin. Bədəni də alacaq bizdən. Nə qalacaq ortada? Mən düşüncəsi. O deyəcək ki, bu da sənə aid deyil. Ego yalançı mənlik. Burada olan bu yalançı fikir. O acı çəkəcək. Amma qalan siz əsilsiz acı çəkməyəcəksiniz. Çünki bu heç bir şey siz deyilsiniz. İndi isə gələk mənim 7-ci zirvəyə qoyduğum 7 rəqəmi müqəddəs rəqəmdir, 7 rəqəmi böyük rəqəmdir. Numerologiyadan danışanlar, qınayanlar, səfihlər, mən burada paylaşım etdim, onu anlamadılar. Yəni cahillikdir çünki. Nədir bu? Qızıl rəqəmdir. Pifagor rəqəmlərə tanrılar kimi baxırdı. Tanrının gücü kimi baxırdı. O başa düşürdü ki, rəqəmlərlə kainatın sirlərini bilmək olar. Bu cahillər isə gəlin mənə ağıllı nəsə danışır burada. 7-ci Ribhu Gita Shiva üçün yazılan bir mətindir. Shiva tanrısı, Allah. Ribhu Gita. Qulaq asın. Bu, hətta istəsiz qulaq asmayın belə. Çünki bu son həqiqətdir. Bunu qavramaq isə ümumiyyətlə elə bilin, kainatın başına çıxmaq deməkdir. Oxuyuram diqqətlə, sadə sözlərdir, qulaq asın. Nə daxildə bir şey var, nə də xaricdə. Əslində heç nə yoxdur. Mükəmməl və dəyişməz olan yalnız şuurdur. O da Allahdır. Nə şagird, nə müəllim yoxdur. Bilik cahillik yoxdur. Nə əsarət, nə də azadlıq yoxdur. Nə mən, nə sən, heç kim yoxdur. Hər şeydən ayrı olmayan, bölünməz və dəyişməz olan yalnız Allahdır. Nə kişi, nə qadın var. Nə hərəkət var, nə də hərəkətsizlik var. Bütün deyilən bir şey belə yoxdur. Nə eşitmək yoxdur, nə görmək yoxdur, nə gəzmək yoxdur, nə dəyişilmək yoxdur, dünya yoxdur, fərdlər yoxdur və uca olan gerçək deyilən bir şey də yoxdur. Uca, ali, ülvi mənalar belə yoxdur. Nə o yoxdur, nə bu yoxdur, nə o yoxdur, nə bu yoxdur, o yoxdur, hərəkət yoxdur, heç nə yoxdur, fikir yoxdur, düşüncə, zaman, məkan, həyat, ölüm, heç bir şey yoxdur, heç nə də heç vaxt olmayıb. Bu dağ başında, elə bir kral təsəvvür eləyində, dağın başındadır, hər şeyə baxır belə, ucadan baxır. Heç vaxt, heç nə olmuyor. Bu ən ali həqiqətdir. O da oturub dağın başında, oradan aşağı baxır. Siz onu görmürsünüz belə. Çünki onu görmək üçün siz dərinliyinizin ən dibinizə gedib çıxmalısınızsa, sizə mane olacaqlar. Mane olacaqlar. Çünki siz özünüzü tanımırsınız. Özünüz haqqında yanlış biliklərə sahibsiniz. Siz düşünürsünüz ki, mən bu fikirlərəm, inkişaf etmək istəmirsiniz belə, yeni şey öyrənmək istəmirsiniz.
özünüz hesab edirsiniz. Mən bir bərbərin yanına getdim, böyük qələt elədim. Yenə onlar başladı danışmağa. O da deyir ki, mən 36 ildir bərbər işləyirəm, oğlum burada işləyir, mən belə eləmişəm, bunu eləmişəm. Yəni insanlar özlərini bundan ibarət olduğunu hesab edirlər. İşim, fərdiyyətim, maşınım, pulum, yığdığım biliklər, savadım, təhsilim, bacardığım işlər, elədiklərim, keçmişim. Nədən ibarətsən sən? Qocalmısan, nə əldə etmisən? Heç nə. Yaxud da ki, cavansan, pulun dalıcı qaçırsan. İtirəcəksən onsuz da bunu. Min illər boyu Makedoniyalı İskəndərdən gəlib. Həyat iradəsi yenə də kör-körənə şəkildə irəliyə gedir və müdrikləşən yoxdur. Ola bilər siz müdrikləşərsiniz. Konsepsiyalar, inkişaf etmək, özünü dərk eləmək və s. Bunlar nə verəcək sizə? Bu mətinlər isə açar mətinlər olaraq sizə öz içinizdə olan həqiqəti göstərir. İndi isə mən sizə qeyd edeyim ki, mən o planı həyata keçirdim və dedim ki, qədir bilinsin deyə mən bu bilikləri yox. Mənə sual vermək istəyən 10 manat verməlidir. Meditativ praktika, həmin mən bəhs elədiyim və bu kanaldan, o biri kanaldan sildiyim, həqiqəti dərk et kanalından sildiyim meditativ praktikadan yararlanmaq istəyən 20-30 manat arası mənə pul verməlidir və ondan sonra bu praktikaya sahib olar. Çünki cahillərə mən başa sala bilmədim ki, o pulu siz mənə vermirsiniz, biliyə verirsiniz. Başa düşürsünüz? Əvvəllər ustadların yanına gedirdilər, onlara köməlik edirdilər. Siz isə adi bir like belə şərh yaza bilmirsiniz burada. Amma bunu vermək lazımdır. Boğazından kəsməlisən ki, nəsə eləyəsən. Yoxsa siz düşünürsünüz ki, Allaha getmək, bu bilikləri, həqiqətləri anlamaq o qədər asan. Siz düşünürsünüz ki, bu həqiqətlərlə bir şey qazanacaqsınız. Daosizmdə faydasızlığın müqəddəsliyi var. Mən bu həqiqəti dərk et kanalında faydasızlığın faydalığı, müqəddəsliyi haqqında bir video paylaşmışdım. Faydasız olan şeylər ən dəyərlidir, ən mükəmməldir, ən gözəldir. Ondan istifadə eləmək olmur belə. Bu biliklərdir, onun kimi bir şeydir. Sadəcə işarə edirlər. Sənin içində, sizin içinizdə olan həqiqətləri sizə aşkarlamaq üçün təkan verirlər ki, sizi öz içinizə gedəsiniz. Bu cahillərə, bu qadın-kişi münasibətləri adında mühazirələrə, Allah haqqında mühazirələrə, dini kitablar haqqında mühazirələrə qulaq asmağın yerinə öz içinizə gedin. İstəyən meditativ praktikanı pul verib əldə edə bilər, istəməyən də öz içinə getsin. Onsuz da ağıllı olan insan, mən bu videoda elə qızıl bilikləri paylaşdım ki, dərrakəsi olan mənim dediyimlə öz içinə getməyi bacaracaq. Yəni burada deyilən biliklər mənim incə-incə mühazirəyə saldığım, bax bu mühazirəni xəlçə kimi toxudum, onun içinə saldığım incə-incə buta işarələrini, sirlərini görməyi bacaran insan həqiqətə biraz daha yaxın olacaq. Ona görə çalışın ki, öz içinizə gedəsiniz, özünüzü dərk eləyəsiniz. Özünüz deyəndə öz nədir, bax bu, mən nədir, bunu aşkarlamaq lazımdır. Qalan burada olan heç bir şey sizə fayda verməyəcək. İnsanlar ölür. Gördünüz neçə nəfər insan öldü, getdi. Hadisələr dəyişilir. Yerin altına gömüləcəksiniz. Heç nə də qalmayacaq. Ümid vermirəm, sadəcə həqiqəti paylaşıram. Bu qədər.